Yeni vlogumdan herkese salamlayıram. Demək olar ki, bir ara tez-tez vlog paylaşırdım. Biraz durğunluq yaşadım. Ancaq bu müddətdə vlog çəkməyə davam edirdim. Burada da dırnaqlarımı göstərirəm. Ən trend rəngdən mən də eləmişəm. Vlogumu izləməkdə davam edin. Çünki vlogumun sonunda sizin üçün çox faydalı, işinizə yarayacaq bir məlumat paylaşmışam. Həmişə olduğu kimi onu da deyim ki, əgər kanalıma abunə olmamısınızsa, kanalıma abunə olmağı unutmayın. Videolarımı, vloglarımı yaxınlarınızla paylaşın, mənə dəstək olun. Kanalıma abunə olmağı unutmayın. Vlog paylaşmadığım günlərdə nələr... Bu ara rayona getdiyimi deyim. Videolardan da gördüyünüz kimi rayona getdik. 9 may günü getmişdik. Oradan da babamın qəbrini ziyarət elədik. Çünki babam da 9 may Dünya müharibəsində iştirak edib, veterandır. Ona görə qəbrini getdik, ziyarət elədik. Oradan da qaydanda təmiz yer olduğuna görə gördüm burada Unluca var. Biz tərəfdə Unluca deyirlər, bilmirəm. Hər bölgədə fərqli deyirlər o göyə. Bacıma dedim, maşını saxla, o göydən yığaq, gedib evdə doğğa bişirərik. Ondan yığdıq, gəldik evimizdə də doğğa bişirdik biraz. Rayonda çox qala bilmədim, çünki uşağın məktəbi var idi, həm də imtahanları olacaqdı deyə qayıtdıq, gəldik, çox qalmadıq. Həm də çox qalmadığıma görə də orada vlog çəkə bilmədim. Məni İmişli rayonundan kimlər izləyir, kommentarda yazın. Tanış adamlar məni izləyirsə onu da qeyd edin. Tanınmayıb İmişlidən olanlar varsa yenə də şərh bölməsində yazın, bilmək istəyirəm. Fikir vermişəm, hər dəfə Rahim öz evimizə gedəndə, rayonda ATV-mə gedəndə hər dəfə bir şey öyrənir, hər dəfə bir şey inkişaf edir, kəşf edir. Hər dəfə evimizə gedəndə mütləq mamamın bu divanında uzanıb pəncərədən belə baxmalıyam. Bilmirəm nəsə mamamı xatırladır mənə. Mamamı sonuncu dəfə gəlib bu divanda görmüşdüm. Elə bilirəm ki, hər şey burada qalıbdı. Ona görə də evimizə gedən kimi birinci bu divana uzanıb belə pəncərəyə mütləq baxıram. Səssizlikdə qalıram. Bugün Nilayın 4-cü siniflərin imtahanıdır bugün. Səhər neçə gündür düzü bilirəm ki, o narahatdır, yemək yemir də. Səhər evdən çıxanda ağladı. Mən də biraz oyun yola salandan sonra biraz mən də ağlaşma qurdum. Özümdən asılı deyil. Tural'la da əlaqə saxladım, neyinir? Dedi, heç nə narahat idi. Biraz yolda sakitləşdirmişəm. Müəlliməsi də deyib ki, ağlayıb sinifdə. Onu da eşitdim vapşı. Uşaqlarıma qarşı bir qəribə həssaslığım var. Düşünürəm ki, mamam nə çəkirmiş. 1-ci sinifdə Nilay içəri yola salanda qapıdan başladım ağlamağa. Zavuçu idi deyəsən, məktəbin zavuçu idi. Dedi ki, deyəsən başqa mamaşalar da ağlayırmış, bilmirəm. Bu illərin əksinədir də. Bu uşaqlar yox, mamaşalar ağlayır. İndi də Nilay həyəcanlandığına görə onun üçün narahat oldum. Mən də gözüm də qızarıb. İndi evdə qala bilmirəm. Tural orada məktəbin həyətində gözləyir onu. Dedim, Rahim biraz yavaş. Rahimi götürüm, Rahim evdədir də. Bugün 6-cı gündür, imtihanı 6-cı günə salıblar. Rahimlə gedək. Nilayı qarşılayaq, biraz istəyirəm. Həmişə o imtihandan sonra mən onu gəzdirirdim də. İndi istəyirəm ki, elə eləyək. Universitetə qəbul imtihanında ürəyim bir döyünürdü. Ürəyimin döyüntü sözümü sirkələyirdi də. Əsirdim. O ki, qalı körpü uşaqlara nə imtahandır, başa düşmürəm. Deyim ki, universitetə indi girmək çox asan deyil. Bizim vaxtımızda dəhşət çətin idi. 350 bal idi, keçid balı. İndi amma 150 balla da, 200 balla da universitet oxuyurlar. Mən dilin qəşəy bilirdim, İngilis dilini bilirdim. Tərcüməçi istəyirdim də əslində mən. Amma bildim ki, qalsam da qalacağım. Birdən mən ərə verərlər deyə qorxdum. Qorxdum, dedim ki, yox, universitetə girməliyəm mən bu il. Getdim, incəsənət oxudum. Amma oxusam da belə, yəni getdim, işlədim, şükür Allaha, işim də var. Yəni, razıyam hər şeydən. Xeyirlisi, Allah deyən olur da, yəni. Mən bu işimdə istəmişdim ki, mən Allah gözləmədiyim bir yerə göndərir. Çıxmamış deyirəm, gedim çatdırmaya orada olum. Çox həyəcan keçirdirəm. Turalın səsindən hiss edelim ki, Tural da kövrəlib. Bilirəm də Tural
Ümumiyyətlə Tural ata kimi çox həssas atadır uşaqlarına qarşı. Əslində xoşum gəlir Turala baxıram belə. Xoşum gəlir. Çox şeydir, həssas yanaşır. Biraz mən özümü şey eləməyəm var, yığıb yığışdırmamır. O yox. O bilmirəm, hiss olunur da onda. Yaxşı olar inşallah. İnşallah yazar. O əsas mənim üçün nəticədə vacibdir. Düz özünə deməsəm də Nilay. Axı çıxanda dedim çalış qəşəng yaz da, fikrin orada olsun. Şey olma, həyəcanla unutma özünü. Bildikləri bir yaz, bildiklərindən onsuz düşəcək. Uşağım çıxan dili pis ağladı, dedi, qorxuram. Üf. Neyse. Gedim, saçımı da qurulamamışım, yumuşam. Saçımı da düzəltdim, hazıram, çıxım. Biraz zəng eləmişdi, dedi, gəlirsən. Bu saatımı görürsünüz. Fokus tutsun. Bu saatımı hələ mən istifadə eləməmişəm. Bunu mənə sinif yoldaşım ad günümdə vermişdi. Deyim də neçənci il idi? 2020-21 idi. Rahim heç yox idi. Bu saat mənə hədiyyə olunanda Rahim yox idi. Mənim var idi. 27 yaşımda vermişdilər. 28 ya da 27 yaşımda vermişdi hədiyyə. Baxın, hələ kağızın indi açıram. Görürsünüz, istifadə eləməmişəm. Dibiş hədiyyə vermişdi, Dilbər. Siyah. Onda kulyoku yoxdur ki üstündə. Aslında telefonu çıxartmışam. Heç şey yoxdur, işləmir. Aksesuar kimi taxım qoyma. Saat belə oldu, prosto boşdu da qoluma. Datağası olmadım, fırlanacaq qolumda. Gələndə Turala deyərəm, açıb qısaldır. Tural yaxşıdır o şeylərdə. Ne oldu? Ha? Yaxşı. Ne kadar oldu? Yaxşı oldu. Hə. Yaza bildin? Hə. Özün yaxşısa? Hə. Ne oldu aşkım? Yaxşı idi hər şey. Ha? 60 sənə vapros idi. Orada hamısı orada cavab vermişdim. Yaxşı elədin. Getirmişsən her şeyi. Nilay McDonald's'a getmək istədi. Gəldik McDonald's'a, yedilər biraz. Sonra da biraz bulvarda gəzdik, evə getdik. Çünki çox gəzə bilmədik. Hava küləkli olduğuna görə əslində gəzmək istəyirdim. Küləkli olduğuna görə evə qayıtdıq. Mən səhərlər bu qarışımı içirəm. Kətan toxumu ilə chia toxumunu, kətan toxumu, bir də chia toxumunu bu qaba atıram. Hərəsindən bir çay qaşığı. Baxın, belə. Kətan toxumu. Bir qaşıq da bu chia toxumunu tökürəm. Bunu Temu'dan almışam. Ama süper bir şeydi de. Böyle bağlayıram. Oy. Əlim dəydi. Baxın, bağladım belə. Belə eləyə bilərsiniz. Hazırdır. Açıram. Bunu sökürsən, belə üstündə də yuyursan. Stəkana tökməyə ehtiyac yoxdur. Ne güzel uyudu. Bu heç bunlar qalmışdı orada. Ne kadar elədim düşmədi. Siyah qarışımım hazır. İçəcəm. Yoxdur. Sən dadı yoxdur onsuz.
Qatıda mı dadsız? Все, yaparım bunu. Nilay göndərmişəm çörək alsın. Bu çörək çox qəşəng çörəkdir. Allergiyası olanlar üçün əladır. Yəni elə adam var ki, çox da allergiyası var, yeyə bilmir. Bu çörək əladır. Keçən illər mənim allergiyam çox şiddətli olanda bu çörək yeyirdim. Qəşəngdir bu çörək. Yüngül, rahat. Bu mənim zavtrakımdır. Çayım, zavtrakım hazır. Uşaqlar yeyib də həmən qalmışam. Nuş olsun. Mən buranı təmizləyəcəm. Əslində gözləyirdim havalar tam düzəlsin sonra. Amma fikirləşdim ki, burada nə qədər də yağış yağsa, qışın yağışı kimi deyil də, yaz yağışıdır. Buraları vurmayacaq, çünki balkondur. Evin pəncərələrini başqa bir gün təmizləyərəm, hava tam normal düzələndən sonra. Amma hələ ki, bu günlərim buranı təmizləyəcəm. Sizlə bir yerdə. Bir də nə ən çox nəyə üstünlük vermək istəyirəm. Bizdə uşaqlar biraz stulu qoyurlar burada. Çıxıb bura əl vururlar. Bura olur ləkə. Onun üçün elə bir maye düzəldəcəm ki, ev sulu ilə əl vuranda bura əl izi düşməsin də. Yəni elə bir şey eləyəcəm, sınayacam, görüm doğrudur ya yox. İnternetdə qarşıma çıxmışdı. Bunu sizlə bir yerdə sınayaq. Deməli, birinci domestos su hazırlayıram. Mən həmişə pəncərələri təmizləyəndə, qapını, pəncərəni belə bir yer təmizləyəndə öncə xlorlu su ilə təmizləyirəm. Çirki, tozu, ləkəsi varsa ondan aparıram. Şüşələri isə xüsusi parça ilə və xüsusi bir maye qarışıqlı su ilə təmizləyirəm. Bizim evə gün işığı daha çox düşdüyünə görə şüşələri, təmizlədiyim yerləri günəşin işığından daha aydın görsənmir. Bilmək istəyərdim, hamı mənim kimidir. Səl üçün çox gec-gec təmizləyirəm pəncərələri. Çünki yağış yağır tez-tez. Yalan deməyəcəm, tez-tez pəncərələri silmirəm. Qışda gec-gec silirəm. Ancaq yayda olur ki, bir həftədən bir silə bilərəm. Çünki kondisioner istifadə etmirik. Yəni çox istifadə etmirik. Pəncərəni açıq qoyuruq. Ona görə də pəncərəni silirəm həmişə təmiz olsun deyə. Bəs siz pəncərələrinizi neçə müddətdən bir silirsiniz? Və sizin də pəncərələriniz tez-tez çirklənir. Bizim pəncərələrimiz tez-tez çirklənir. Maşınların, küçənin tozu hamısı öz təsirini göstərir. Adi pəncərələrin setkasını çıxardıb yuyanda baxırsan qapqara su tökülür. Yəni dəhşət bir şeydir. Elə bil ki, 1000 ildir yuyulmur. Bunların hamısı yol kənarında yaşadığımıza görədir. Yol kənarında olan evlərin mənfi cəhəti budur ki, təmizlik baxımından pəncərələri tez-tez çirklənəcək. Ev açıq qoydunsa yenə də evdə tez-tez çirklənəcək. Yol kənarında evlərin mənfisi budur. Müsbəti çoxdur. Mən burada bəzi yerlərə yağ çözücüdən istifadə edirəm. Çünki yemək bişirir, bəzi yerlərə yapışır, hiss edirəm, yapışqanlıq hiss edirəm. Ona görə tez-tez pəncərənin bu hissələrinə də yağ çözücü vururam. Bir məlumat qarşıma çıxmışdı. Şüşələri təmizləmək üçün ev solundan vasitə düzəldilər. Bu vasitəni şüşəyə vuranda, şüşəni siləndə əl izləri şüşəyə düşmür, ləkələr düşmür, ləkə saxlamır şüşə. Mən bunu sınamaq istədim. Sizlə də burada bölüşəcəm. Şüşələr silmək üçün ləkə saxlamayan, iz saxlamayan maye düzəldirəm. Ev sulu ilə bir xörək qaşığı sirkə,
1 çay qaşığı qab şampunu, 1 çay qaşığı zeytun yağı, 2 stəkan qaynar su əlavə edib qarışdırırıq. Maye hazırdır. Bir parçayla bunu karıştırıram. Bir daha bir parça. Mən internetdə hər gördüyümə inanmaram, hər gördüyüm məlumatı ciddiyə almıram. Çünki bilirəm çoxsu baxış üçün, video naminə ya baxış üçün nələrsə çəkib, səhv məlumat olsa belə paylaşırlar, ancaq düzün demirlər. Ona görə də hər gördüyümü inanıb sizlə paylaşmaram. Rəylərə baxdım ki, hər kəs doğru olduğunu yazır. O da mənim diqqətimi çəkdi. Maksimum 2 nəfər negativ fikir yazsaydı ki, yəni səhvdir, deyildiyi kimi deyil, mən onu sınamayacaqdım. Gördüm ki, hər kəs tərifləyir, ona görə yoxladım. Doğrudan da deyildiyi qədər var imiş. Baxın. İndi mən yoxlayacağım, görüm. Deyildiyi kimi də özü düşəcək. Doğrudan düşmür. Deyildiği kimi de doğrudan. Baxın. Yox, bu yaşayır. Suyun izi də düşmür. Düşmədi. Şimdi burada yoxlayaq. Ben de bu sileyim. Əmiz. Şimdi buranı yoxlayaq. Baxın, əlim yaş qoyuram. Baxın. Baxın, çıxdı. Tüklər yapışdı, o tük heç də parçanın tüküdür. Amma həqiqətən də deyildiyi kimi var. Bir göstərə biləm, gün düşür. Size bir şey diyeyim, süper. Ben stenkamı da bundan sileceğim. Əla bir şey tapdım. Siz sürüşkəndi də elə bir. Baxın suya. Görürsünüz suyun ləkəsinə. Əlimin izi qalmadı mı su axır, dayanmır. Gedir belə. Sizlər əladır, bahalı. Təmizlik vasitələrinə pul verməyin. Baxın, quruyub yoxa çıxır. İz qalmır. Süper bir şeydir. Gördüyünüz kimi ev üsuluyla hazırladığım bu temizlik mayesi sınaqdan keçdi. Doğrudan da gözəl nəticə əldə elədim. Bundan sonra mənim güzgülərim var. Onlara da uşaqların əlinin izi düşür. Onları da ondan siləcəm. Stenkalarımı da, güzgülərimi də hamısını ondan siləcəm. Ki adətən mən güzgüləri siləndən bir 5 dəqiqə sonra bir də baxıram ki, uşaqlarımın əllərinin izi düşüb güzgüyə. Uşaqlar da nə qədər əllərini vursalar, onsuz da ləkə iz saxlamır. Yaxşı bir variant tapdım. Mütləq siz də yoxlayın, rəydə mənə yazın. Beləliklə vlogumun sonuna gəldik. Bəyəndinizsə rəy yazmağı unutmayın. Yaxınlarınızla bölüşün. Növbəti vloqlarda görüşərik.